Bardovu hansı don ürəyim. Onu prokata götürmüşdüm Nayla. Deməli, Nayla yerləşir Xırdalanda. Səhvənin altından etiketləmişəm. Telefonla yatacaq. Yox ürəyim. Hamıdan fərqli deyil ki mənim uşaqlarım. Mənim də uşağım sənin kimidir. Telefona baxıb yuxu tutub yatacaq. Qurban olum sənə. Yatmır da bacı. Telefona baxmamış yatmır. Aycan. Hə. Sənin bu xəstə canım nə yatar, nə dincələr. Ayda mahnı istədim mama. Ay Allah. Hə? Hə bax. Aycan. Hə Elnur. Bir dəfə baxsın, buyura bax, harman anı. Gəldim mən mamam. Ana. Gəldim Eli. Aa, bu niyə belə olur? Gəl. Nəmiş sevirəm də canım, çox sağ ol, ürəyim var olun. Təşəkkürlər Mərd, öpürəm sizi, var olun. Bəli, çox sağ olun, Allah razı olsun. Minnətdaram, əzizim. Əzizim, gülə gülə. Az, sən mənim başıma nə oynatırsan? Hayatım Hər necəsən? vaxtın konum atdı mənə. Onun sonunun başına değsin. Hə, harada uzanırsan öz otağında. Get qonşunun evinin qapısını döy, denən evimizdə otağımız. Hə? Arvatlığın tutur. Gül, Allah qıp sən nə gündədir, ev çörək qı. Üzüm utanmıram. Mən lazımdır, oturam canlının qabağında. Özümün az ərmin şifaneri bax, moncuq kimidir. Qış paltarın, yay paltarındır. Hə? Yay qış paltarın. Seni yiyeyim az ben. Aa, Haydi. sən mən niyə elədin? Neynədim? O kişi sən mən çağırmadı, ana dedi ürəyim. Sən mən niyə dedin? İndi də daraşıb ki, nə olub, Nərmin? Sualın dalında. Başım bırax. Başım bırax. Başım bırax. Darıxma, mən sərsəcəm, sən başımı bıraxacam. Mənim sən şiratım. Nə? Sən şiratım. Deyir, nə bilim, at da. Ürəyin istəyir at. Ay yiyeyim az sən. Muşavarına bax. Karuşkalı. Hanım koftası. Bəli, evdə. Sən nə gözəl pijamadır bu gülü. Çox qəşəngdir. Ne var sen qatdalayırsa yoxsa beşir kalırsa? Ay Allah, hələ bu durur. Hanım koftası ana. Yadındadır bu. Oha deyir gülü bu. Bu düzdür, mənə pay verilsə də inan Allaha bir qız dedim, mən baha almışdım Nərmin xan bunu. Qəşəkdir. Mən kimi yığırsan, qatdalayırsan, səhər bir dənə kofta axtaranda hər gün dağıdırsan. Mamam düzdür. Bax, düzdür, bax düzdür. Bir dənə koftaya görə bir dənə şifaneri dağıdıram, Allah haqqı. Mama, bu kofta hanım? Gəl ayırda ana dörsən, cəmatın analarına bax. Paltarına qədər ütülüyür. O günləri qatdalayanda bir gün dəymə. Sən də qatdalayanda mən tapıram. Sən azaq get gəl Elnurun şifə. Deyir, qatdalayanda sən tapıram. Nəm, şavaları şkafa yığmısan, qatdalayıb, beş rükəyə asıb. Salvarları belə yığmışam gülü. Ən gözəli o deyə, o qədər rahat olur ki adama. Belə tapanda belə geyinib tapır. Hə, qəşəkdir. Yaxşı deyil, səndə üstdə də aşağıda da beş rükəyə asmaq var. Məndə bir dənə yuxarıdadır. Gülü. Aycan. Burana and olsun, keçən il deməli mebelim sadə idi. Dostlar, bir də ekrana vurun da zəhmət olmazsa. Düzdür, mebel xoşuma gəlmir. Çox peşmanayam da bunu yığdırmağıma evə. Niyə peşmanam? Düzdür, belə yaxşıdır. Üstəkilərin içinə təsəvvür elə var. Hər şey yığmışam da. Gülü ki, mən mebelim sadə idi. Evə köçəndə mənə bir izləyicimin yoldaşının mebel fabriki vardı. Amma bahalı deyildi də. Hansı ki, ucuz mebellər istehsal edirdilər. Mən canlı açdım. Böyle söhbət elədiyimiz zaman dedi, Nərmin xanım, köçmüşsünüz də 3 il bundan qabağın söhbətini eləm sənə. Mebel bizdən hədiyyə. Sadə ağ o qədər gözəl mebel idi. Gülü, mən ərim sağ olsun, üzr istəyirəm. Çıxırdı taxtın üstünə. Uşaqlarla atlanırdı, düşürdü. Atlanırdı, düşürdü. Taxtımı elə qırdılar. Taxta tulladım getdi demək olar. Şifaneri tumbaları heç neçəyə satdım. Satdım gülü. Deməli bunu keçən özdə fevralın 17-si ad günümdə, fevralın 10-u 11-i belə idi. Fevralın hədə 10-u 11-i idi. Beynimə doldu ki 4 qapılı şifanerdir. Paltarda nə tər basmışdımsa şifanerimin fanerkası qırılmışdı. O dərəcədə.
Mişka Sepin var idi. Mebelçi ilə danışdım. Dedi xanım 1600 manata qədər pul eləyir. İlkin ödəniş verməlisən. Yadımda Ay var idi, ay Mişka. Aynen. O necə sevir. O yəni satanda ağlamışdım. İndi mədədə ağlayırsansa niyə eləyirsən? Çünki mən onu apardım lambarda qoydum, pul götürdüm, gətirdim mebel ustasına verdim. Çıxarda bilmədim, batdı orada getdi. Mən bax Allah haqqı bunu 1800 manata yığdırmışam, amma xoşuma gəlmir. Niyə xoşuma gəlmir? İçi mənim istədiyim kimi deyil. Yekə deyil də, şeyləri geniş deyil. Belə deyək də, getləri geniş deyil. Divarda da var ondan. Hə? Bundan məndə var ya, prosto balacadır. Səndə yekədir yenə biraz. Məndə var balacadır, prosto çox yuxarıda deyil səndə. Mən yıxdırmışam. Divarı az mən Elnur bilsən nə? Dedi sənə ancaq o davam eləyər. Sənə bilsən nə yaxşıdır? Sənə bilsən nə yaxşıdır? Bax o rəh var ya, şalvarları yığırsan, onun 2 qat genişi lazımdır sənə. Rəhbləri də böyük olsun lazımdır, geniş. Balaca sərf eləmir. Balaca deyil, mənim spaniyim var. Hələ mən 4 qatlı bir dənə də şifanyer bura qoymuşam, buna bax. Bu da uşaqlarımın şifaneri idi, soxdum bunu da bura. Yəni bilsən, Elnur bir dənə arabasına daldala gedirdi o dərəcədə. Balacadır, mənim otaqlarımı belə min şükür buna da. Nə istəyir? Get ora onu bir də düzəlt. Niyə getmir öz otağında yatmağa? Getsin. Ben niyə ağlayır bu? Get öz otağında uzun. Sənə qurban olum, Ədə. Dədəsini istəyirsən. Hə, istəməsin, dədəsi gəlir. Dədə atasız yatmır orada. Həqiqi? Allaha and olsun. Yatmır da yatmır. Deyir ancaq atam gəlsin. Getdi. Şöyle ona görə mən getdim bu mebeli yığdırdım. Deməli fevral ayının 17'si ad günümüydü. Paltarlarım yerdə tığ vurulmuşdu. Opsiyonda fevralın bir 14'üne 15'ine qədər nə bilim o belə ad günümdə paltarlar bilməm yerdəydi yoxsa vurdu. Sənə bilsən nə lazımdır? Neyse ama Bir dənə otaq, o blogerlər falan eləyir. Bir dənə otaq sırf çanta, nə qəşəng. O necə yemirsən? Qardarob otağı, az çiri. Az o necə yemirsən? Hə? O necə yemirsən? O nədir? Doğrudan. Necə yemirsən? Ay Nərmin, nə gözəldir bu. Nərmin. Allah haqqı, bunu bir dənə şey var, kabloklu sapaşkinlə bir dənə də pencəklə qəşəng giyin. Hə, küdürə. Nərmin, nə gözəldir bu az kim nə bilir mənlik. Yox, dağ eləmə, amma eləyə bilərsən. Altından vadalaska geyinsən, qara rəngdə ayaqqabı geyinsən. Bu gün bu qutqa mənə rəfiqəm ad günümə hədiyyə aldı. Dedi ki, gələ bilməyəcəm. Nədir o, kojadır? Hə. Qəşəkdir, superdir. Nərmin, Allah haqqı bunu qəşək kombinəli, nə gözəl yubqadır bu. Belinə də bir dənə kəmər vur, bir dənə vadalaska giyin, qapqara dar vadalaska, onunla qutqa. Ay sağ ol. Ay, mamam deyir, niyə qəşək yubqadır? Az məzələmirəm, Salam deyə əlindən öpürəm. Alex, ay sağ ol. Bir dənə də qara vadalaska, qara da ayaqqabı, всё. Nəsə yaraşdı ama. Yaraşdı, Gülü yaraşdı. Gülü yaraşdı. Diyan, kiri. Ay sağ ol, belinə kəmər vur, Ay Allah. Qublan çəkim buraya, esiz elə. Nərmin, bir dənə belinə kəmər vur, bir dənə də altdan qara vadalaska giyin, sabah da qara uzun sabaşkin var, dik taban, onu da giyin, bir dənə vur. Az yesi olmasa bu yoxdur, yüzür, bəyək kəmər, qara kəmər. Ay sağ ol, Diyan. Bir dənə də qapqara, sapsadə vadalaska. Bir dənə də qara ayaqqabı, bayaq xarisimli sumka. Olursan elegant qız. O gün dəllərim dişləmirsən. Dəl olmuş. Yo. Əmələ gəlmir anam, əmələ gəlmir. Astıram. Mamasındır bəlkə. Mamam deyir, bəlkə də mamasının. Bu qəşək gedir. Yo, mamamındır. Nərmin, bu qəşək gedir, amma altından bir ağ vadalaska zad geyinsən. Hə, belinə kəmər vur. Yo, orada poxladın. Yo. Orada şey quşladın. Poxladın mı? Altından qəşək ağ vadalaska, onu da giyin.
Gör nə qəşəng yubkası var, Allah haqqı. Elə bir üstünə atacaq. Nərmin, o kazakın altına bir dənə ağ saruçka geyinirsən, yubkanın üstünə atırsan, belinə kəmər vurursan, ağ saruçka geyinirsən altından. Sadece gidim ben. Hə, mənim rəket. Nə göz, ay Allah. Ələm yesiri. Ama ipi yaraşır. Nərmin, altından onun ağ saruçka giyin, belinə kəmər vur. Ay Allah. Yaraşdı. 3-ün 4-ə. 3-ün 4-ə. Yaraşdı. Gülü, yaraşdı. Sən belə gidişir. Mama gör nə deyirsən. Mamam deyir səhər belə gedişər. Mamam gör Maman dürü. Ay Allah, məni yenə atdı. Ora. Qızlar, mənə takip atın. Kim attı? O Kızlar qədər gülü bilirsiniz paltarım kimdir? var. Bu kan ehtimimidir. Botka nə deyir? Vaxt düşən Nərminin SMM idi. Qaydacaq o dövran. Niyə narahat olursan? Gülü, yaraşdı. Nərmin, yadında bizi hamı parodiya elirdi. Bizim sayımız. Zaman indi kimə lağ edirsən? Heç kimə, qoca çinə, Heç. get işinlə məşğul olar buradan. Ay bacı, bizə lağ eləyən lazımdır. Hədə get işinlə məşğul olar. Yox, eşidirsən məni? Can, Aycan, gözəl insan. Zaman gələcək, yenə də dövran bizim olacaq. Nərminin bir dənə butik olacaq. Nəmiş butik. Gülü də onun olacaq. Heç nədə də. O da qəşəkdir ya, o yubqa ilə. Kim bir dənə? Afiyetsizsiz gündəyəm. Sabah indi necəyim, denəm. Sabah bu yubqanı mütləq giyin. O bildin hansı sabah giyin? Bizdən aldığın sabah var, dik taban. Hə. Ay sağ ol. Onunla giyin. Ya qarasına ya karışımı ilə giyin. Ya bir dənə qara pencək giyin, qara ayaqqabı giyin. Ya karışımı pencək, ya karışımı ayaqqabı giyin, qara pencək giyin. Belində də kəmər var. Altına Qurban olum, get yatın yanında yuxuya geçsin o. Uşağı 9 ay bətnində zülüm çək saxla, doğandan sonra desin ata istəyirəm. Allah adam yox bizimki də hələ balaca. Anası 9 ay qarnında saxlayıb mən nənə deyir mənə. Yox, aşkım, qız uşaqları atıya bağlı olurlar. Söhbət odur ki, mən atası söyləyim, mən bibisiyə. Mənə deyir nənə. 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 De Qurana. Nənə. Gələn kimi belə nə. Allah olmayanlara nəsib eləsin. Amin inşallah. Mənimki də Sabah elədir. necəyim? Sabah bu yubqanı mütləq giyin. Daha bilmirəm nə ilə kombinirsən, bu yubqanı əldən qaçırma. Hə. Sabah Nəmsə? sabah geyinərəm. Sabah bir yarım saat tezcə bir dənə mağazaları gəzək. Niyə? Mən yubqa almaq istəyirəm, uzun yubqa istəyirəm. Yaz kulliyyə yaz bir dənə. Kulliyyə odunçu yubqalar gəlib su qiymətinə. Sabah mən kulliyə pul atmalıyam şalvara görə. Mən onların kartını at. Narahat olmayı eşidirsən. Sən bir də kulliyyə yaz. Gör nə qəşəng. Çazma. Sən hansı istəyirəm? Nəmiş? Odunçu yubqanın neçə satırlar belində kəmər olan? Şöyle Allah qiymətini soruşmamışam. Qurana and olsun deyirəm. Çünki biz sən niyə almıram axı, soruşmuram. Mən orada bu günləri yağışın qarın altında çəkiliş eləmişik də. Vay o SMM ki qızdırmasa yaxşıdır. Məndən 5 betər. İndi adından çıxıb, çölə çıxıb qışqırmamız. Günlərimiz olub, hardan keçmişik? Bunun koftasına bax. Ay Allah, səncə yubqanı çıxartdan nə olar? Yubqanı bir intirmən. Sən dedin də. Sən mənə geyindirdin. Mən demədim, Adidas kofta ilə ona yubqanı giyin. Demədin geyin. Az görsən bu videoda yubqanı soruşurlar, yubqa hardandır? De Quran haqqı. Allah haqqı qızlar yazır yubqa hardandır. Ağ kofta kutqanı birlikdə giyin. Ağ kofta. Nə oldu? Allah haqqı. Məndə bu əyri ayaqlarıma lasin geyinmək öz güvəni hardan yarandı? Niyə nə olub ki ayağı var? Qurban olum. Gör mənim ayağım 1.75 boyuma ayağımın biri sağdadır, biri soldadır. Yubqa full, ay qız, yubqa full yazıblar. Məzələnirsiniz. Bax ikimizin canı o yubqa Ay bomba. qız, yubqan bir sən nətər remeni var. Bizdə Mama bax. Diyan, mənədir? Benim de hoşum geldi, yaraştı. can. Ay gülü. O yubqanın bir sən nə remeni var. Hə. Bizdə şey var, bizdə sapaşki satırığı, sapaşkin Hə. eyni belə ip var, parçalı ip. Hə. O Ne yubqanı giymirsən? elə çepi. Sən bir də kulliyyə yaz, yeni kolleksiya gəlib. Ora fıstıq qaymaq geyimlər gəlir. Yaxşı, necə? O orada almısan onu? Nəyi? Yubqanı? Yox, yubqanı mən çoxdan almışam, indi almamışam. Qurban olum, o yubqanı sabah giyin. Çox bomba yubqadır ya. Yazıb ki, Sabah superdir yubqa. Sabah geyinmərəm də yağışdır, yaşdır hər yer. Ay başına dönüm.
Top şeylə giyin də, o qara sapaşki ilə giyin. Ay qızlar, Nərminin ad günə mən nə alım siz Allah? Mən yazdım. Qəşəng ha. Mən konsept zad eləməmişəm. Kim nə istəyir onu geyinsin. Nərmin, Hə. Şaxdağa götürdüyün papaqdır bu. Hə. O sənlə aldıqda Əhmədli metrosunun üstündən. Hə, bildim. Şuba. Yazıb şuba. Şuba aldı. Mən şuba istirdim Nərmin. Nərmin öz getdi aldı o gün Nərmin. Şuba Mən istəmirəm. aldım şuba. Yo, aldım. Kollecidən aldım, endirimlə verdi mənə. Elə öz qiymətinə sağ olsun. Orada həm də kutqalar bu dəqiqə su qiymətinədir. Uşaqlarımız Neynəməyi sepim. Mən standart bir şey istəmirəm. Mənim xoşum gəlmir standart hədiyyə almaqdan. Ay qızlar, fərqli hədiyyə almaq istəyirəm. Fərqlilik istəyirəm. Nərminin bilirəm nələr bəyənir, nələr sevir, nələr istəyir. Onun kimi bir şey istəyirəm. Nə alassan ki? Sürpriz o. Belə yola verdi bir şey deyil də, başa düşsən, düşünərək bir belə İnanırsan gülü, özgüvən yaranıb məndə. Kollecidən özümə dəri şortik almışam. az dəri şortu qəşəng. Nə olub? Sana nə olub ki? Sənin gül kimi qıçaların var. Sənin xəbərin var mənim qıçalarımdan. Mamam deyir uşaq vaxtı deyir mənim diktabanlarımı geyinirdin. Deyir bir qıçının biri sağdaydı, biri sol. Deyir dedim ki ay Allah sən qurbanım bu uşağın qıçı raxid olacaq. Nə gözəl. Nərmin, bunu bardov rəhdə. Az geyinmişəm. Tura geyinmişəm. Gənclik mola geyinib getmişəm. Biz məktəb uşaqların turizmdə gəzdirdik. Sonra məktəb uşaqlarını gətirib KFC-də yemək yezdirməliydik. Onda modnitsa geyinmişəm. Nəylə geyinmişsən? Çox gözəl. Atacağım şəkilin baxarsan. Pul ver özü alsın. Sən Allah bazı qurban. O Nərmin pulu versən, Nərmin geyib McDonald's-da xərcləyəcək. Dəli. Ay bacı, onun əlinə pul verdin, gedəcək restoranda xərcləyəcək. Mən onu biləm də. Aydan. Sən mənə nə alırsan ki, başa düşmədim. Nəyə lazım da bala? Mən səndən hədiyyə istəyirəm, sən öyle özün mənə hədiyyəsən. Bu şablon burax da başın. Sən papağın canı başın burax. Buna bax, ay qız. O cür nə kollecidən lazer kəsim şey aldım da özümə. Qızlar, təsəvvür edin ki, indi adını çəkirəm, Günel Tezarətdə işləyirik Nərminlə. Mənim may ayın 20-si ad günümdür. İlk dəfədir ki, mənim elə bir ki, Nərmindən ad gün keçirəm. Nərminlə öncə 2 aydır tanışıq. Həyatda ən sevdiyim şey mən kofta al, filan şey. Amma Nərminin o qədər gözəl düşüncəsi var idi ki, heç kimin mənə eləmədiyi bir şeylədir. Nərmin mənə gift box yığdı. Bədən geli, pamada, tuj, makyaj şeyləri yığdı. Bir dənə də ürək şar, bir dənə də yanında qızıl gül. Ayda Nərmin bununla içəri girən dedim ilahi bu nə qədər insan düşüncəli, dərakəli ola ki, heç kimin mənə etmədiyi bir şey, 2 ayda tanıdığım bir insan bunu mənə eləyib də bu mənim üçün Mamam qızlar inanın mənə həyatım boyu aldığım, bəlkə də Nərmin mənə qızıl alsa bu qədər sevinməzdim də, düşüncəli və dərakə ilə aldığım mənə. Daha da alma elə, düşəndə alarsan. Nərmin hələ də var, bilmirəm, bəlkə də vaxtı keçib, ona görə başım tökülür. Hələ də var saç gelini, bədən gelini istifadə edirəm. Az nə olsun, mən də istifadə edirəm vaxtı keçmiş şampunuzda heç nə də olmur. Nərmin, sən mənə keçəlləşmə ondan deyil. Aynen. Geyim mağazası qızlar kolleydi. Görməmisiniz? İrab, o zaman başındakini çıxart da bir şey oxşuyur. Başına koymuştum. Qızlar, inanın ki, o qədər sevinmişdim ki, Nərmin aldığı şeyi 2 ay mən karobkadan çıxartmadım da. Gift box almışdı. O çox qəşəng yığmışdı mənə də. Yəni, imin istədiyim şeyləri, xoşuma gələn şeyləri yığmışdı. Doğrudan bəyənmişdi. Hələ də deyirəm ki, bədən gelləri var idi. Bədən geli, bədən şampun. Hələ də istifadə eləməmişəm, qalıb orada. De Quran haqqı. Allah haqqı. Dəlidir ki, kimə saxlayırsan? Az heç kimi, o qədər şeylərim var ki, onlar qalıb orada. Qızlar, kolleydi 2 dənə də, 11 səhviyyə baxın. Bir dənə tuşla saç balzamını istifadə eləmişəm. Kibrit tuşundan nəysə ondandır. Hə, necədir? Razı qaldın, İrasim. Çox sağ olun Rasim bəy, təşəkkür edirəm. Option, sabah geyinirəm bu yufqanı. Bu yufqanı ged istəyirsən, ərin jaketi ilə giyin, bilməm nə ilə geyirsən giyin, sabah bunu kombin elə. Bu yufqadan ürəyim getdi. Şoba neçədir?
Hə, şu şuba neçədir? İki badalası. Bana şuba. Nərmin, bunu nə edirsən? Ya vadalaska ilə giyin, ya da altından bir dənə sarışqa giyin, üstünə kazak giyin. Hə, şubanı Kulledi'den almışdım. Deyir. Bax, bu şubanı giyin, altından da qara vadalaska ya da karisin vadalaskam var. Karisin vadalaskam var. Hadis yo aşkım mən vadalaska geyinə bilmirəm. Məndə zobum yoxdur, meyilliliyim var deyə. Mən də eyni şeydir. Nərmin, gəl gedək də bir gün zobulum. Kızlar ben axırıncı videoma baxın Kulledi'nin orada. Mən Nurjinni, mən Kulli. Bu Kulledi mən videolarım cəmaatın qabağına niyə çıxmır ki? Bacı, başa düşmədim. Ancaq masajır cəmaatın qabağına çıxır. Ay qızlar, mən 200 nəfərsiz. Axırıncı post paylaşmışam. Keçin ona bir dənə yorum yazın gəlin də. Siz Nərminin qara qırmızı başı. Amay Ticarət Mərkəzində birinci mərtəbədə Gülü, Azurda da, Azur Center'da bir dənə brend ətirlər satılan mağaza var. Məsələn, Deməli, Allaha and olsun, rəhbərimlə yemək yedik də Gülü. Belə özümüzü pis hiss elədik. Dedik ki, bir dənə də elə bir özəl söhbətimiz var idi də. hə, qızlar, bunlar özlərini pis eləyəndə restorana gedirlər, hə? Ya, restorana getməmişdik. Dəli pizza sifariş verdik, ofisdə yedik. Pis Hə, hiss elədik, pis, özümüzü pis hiss elədik. Rəhbərlə pis. çıxdıq, Ya, sən yaxşı azlığın olmusan, hava hə. ala-ala söhbət eləməyə. O Hə, şimdi hava üçün alsın. Samir xanım deyir ki, gəl burada ətirli, bahalı ətirlər satılan mağazadır. Dedim, gəl get, o ətirin biri 500-600 manatdır. Qurana and olsun Gülü, içəri girdik, bildiyim marka ətirlərdə. Bir şey ki, dedilər ki, orada Aygün Kazımova belə buradan ətir alıb bir neçə dəfə. Məsələn, Allaha and olsun. neçədir məsəl üçün 500 mil, 500 mil, 50 mil, 500 mil də yox bir. Bildiyində baha brend ətirlərdir. Hə. Parfüm paylaşmışam, video səhifədə var. Mənim üçün hədiyyə elədilər. İndi şu nəyə görə sözü ona gətirirəm? Hə. Şubanı iynədim, o ətirin iyi gəldi. Neçəyə də ətir, hə mama? Mənə hədiyyə elədilər, qiymətini soruşmadım. Məsələn, sən də day. Qızlar, təsəvvür edin ki, Nərmin, hə, yaxşı mama, yaxşı bildim. Aha. Ay Nərmin, bu həyatda bilirsən ki, ən çox sevdiyim şey paltar və duxudur. Nə olar ki, o tərəf elə də. Ətir istəyirsən sən? Az, qoy istəmirəm. Qurbanım, istəmirəm. Vanil. Bir də mənə Prada Ay verdilər. qızlar, otururam Nərminin maşınına. Elə bir ki, çəkilişdən canlıdan çıxırıq. Ev aparır, Nərmin yol üstü məni ev aparır. Elə bir ki, qabaq sizinləyən üstünə bir 20 dənə, hə mama. Hə, yaxşı mama, yavaş danışam. 20 dənə otur qabaq sizinliyə tökür. Bir yığır, hamısını tulluyur arxaya. Deyirəm, bunu iynə qəşək götür. Mənim də ən zəhləm gedən şey üzlülükdür də. Buranın haqqı yox, mən var ha, çörəyə and olsun deyirəm, Allah haqqı, mən çox paylaşmaq Bir dənə deyən. Nəşid qızı qoşulan. Ayal. Yaxşı, boş ver. Ayal. Ay, sağ ol. Çox işdən biləm, aşkım billəmə duzum az olubdu. Mamam duzum az eləyibdi ömrüm günüm. Əla. Hə, əla. Hə, Gülü. Haydi. Gülü, bir sən neynə? Evdə qardırobda əgər atanın, mamanın öz paltarlarını bir yığırsansa, kişi xeylaqları normalda siqaret çəkirlər də, nə qədər də yuyursan siqaret Yox, bizdə kişi çəkmir heç biri, hə. Əla. Girirsən hiperlərə, yumuşun iki cürdür. Bir lavandadır, bir də belə Gözü gül. silim, deyən silim, hə. Tez Gülü. Elədim, hə. Spreydi Gülü, çox gözəldir. Evə vurmursan ha, pərdələrə, atış vaneri paltarlara vur. O qədər gözəldir Gülü. Şvaneri atanda, deyirəm də dəlidir qız. Hə, yaxşı, alaram sabah. Mənim də xoşum gəlir ki, duxu iyi gəlsin. Onca şifaneri açan kimi bütün paltarlarımdan iyi gəlir. Super, vur paltarlara, asıl qana, veşilkıya, pərdələrə vur. Yük varsa evdə yükün üstünə belə vur. Baş üstə. Çox gözəldir də Gülü, bildiyin mükəmməl. Görsəd SS edim. Aşkım, mən SS edim. Sən mən yaz ataram. Yəqin bloka görə çox eləmir də ömrüm Niyə günüm. bilmirəm, mən onun yaxına... O üstönülən hiperdə, mən Ayxandan almışam. Mənim evimə... Aşkım, mənə yazın, mən SS eləmişəm, atım sizə. Hə, yaxşı. Bir də bu arada Botika mağazasında bütün ayaqqabılar 15 manata düşüb. Makatin modellər var ki 15 Yaxşı, mama, yaxşı. Yaxşı, qızlar. Hə, indirim var. Nərmin, o gün sprey aldım, sənin yanında saç spreyi. Dedi, nəyə sən bu o qədər də yaxşı deyil. Bəlkə də mən bildiyimdən deyil. Vur tullaymış da, yəni. Heyf buna verdim pul. Ay qız, Morfos var ha. Morfos hardasa bir... Morfos təzə çıxanda özünü doğrultdu, bacı. Hə. Dünya yox. Morfosun indi bütün məhsulların apar tulluq tərəfə. Mən Morfosu istifadə edən yoxdur. Saçım qaynaqdır da. Amma qaldı ki, Qurana and olsun Morfos özünü itirib. Ört qapını ördüm.
Düzdür, Nərmin. İnarsan çox vurtulladı. Hep ona verdiğin pulda. Saçın bilsən nəyir? Ağac kimi. Mən bilirəm. Ay qız bəlkə quru şampun deyə o gülü. Məsələn, oxuya bilmirəm ki, üstündə filtr O bir də çəkət mənə baxaram. O bəlkə də quru şampundur. Məndə quru şampun. Nərmin, bir Ən də gözəli, ən Nərmin, bir gözəli onlindir. Allah haqqı onlin. Deməli, Sumqayıt tərəfə mənim yolum düşsə Qayalıda, bir də premiumda 7-8 manatda onlin. Orada belə topdan pullarda bilirsən də Tampon. topdan pulçunda qiymətinə satılır. Orada qəşəngdir. Amma belə normal soluşqa zad ayağımızın altında da orada 12 manata zad olar. Onlinin bütün məhsulları gözəldir. Başıvıda yuyanda həmişə Schwarzkopfun qara şampunu ilə yuy. Ondan başqası yalandır. Nərmiş, bəlkə də istifadə edəməyədim Azərbaycanda şampun qalmayıb. Bir dənə bilsən nə? Baş üstə ürəyim. Al. Təzə bilsən nə çıxıb qızlar? Nədir? Hə. Təzə deyəndə 3-4 aydır da. Aha. Saça vurursan, saçı qalın eləmək üçün onun adı nədir? Rozmarin. Rozmarinin şampunu çıxıbdır. Vurma. Ay bacı, o adamın saçını ağardır, yaman günə qoyur. Vurma. Məsələn, həqiqi. Qurana eləmə, hə toba, qurana. Nə yaxşı almadım. İtmə. Hə. Özdə çox bahadır. Bax mən var, Oliviyanı izləyirəm. 13 manatdır. Bax mən Oliviyanı izləyirəm, Rosmanı izləyirəm. Orada endirimə düşəndə alıram özümə. Rosmanda. Bilirsən də məndə Instagramda səhifə böyüdü, qızlar var olsunlar. Burada məsələn vaxtı ilə Fira Kosmetik zad mənə göndərirdi məhsullar, nə bilim, çox səhifələr var idi, sağ olsunlar. Əməkdaşlıq eləyirdilər məndən. Amma belə görürəm, arada girirəm Rosmana falan alıram. Duş gelidir, belə indi saç yağlarıdır. Yo, Rosman hər şey çox bomba. Şimdi də endirimləri çox tez zor, qəşəng endirimləri var. Nərmin, biz tərəfdə var, gərək işdən çıxını bir dəfə gedək. Bizim məhəllədə var. Gəlirsən, hər şey var. Bax Gülü, bir də bundan alarsan. Sabah çıxanda gedərik. Gülü, bax məndə Morfosun quru şampunu var. Qurudur. Ara bir də görsən. Düzdür, mən də hər gün başlayıram, yağlamaq söhbəti ola bilməz. Yox, fırtulla bunu. Ən gözəli Latinanın malları da. Al Latina mallarından istifadə elə, mənə dua eləyəcəksən. Qızlar, bir dənə bilsən nə istəyirəm? Nərmin, bax, indi kimdim? Saçımı bir dənə quruduram. Saçımı hər şey vururam. Çox qəşəng olur, havalı. Unutma, hamandan çıxanda saçını bax belə dur dəsmala. 20-25 dəqiqə qoy saçın qalsın dəsmalda. Zədələm. 1 saat elədi, hə, dəsmaldayım. Qoy dəsmal səliqəli suyun çəksin. Mən ömür boyu saçımı fendən qurutmuram. Mən ona görə görsən havalı saç. Görmüsən mən ayın 2 günü kulatkada oluram. Qızlar, mənim üçün ekranı vurunda zəhmət olmasa xahiş edirəm. Bax Gülü, elədin, ondan sonra başını sal aşağı. Özdə çalış hamama girəndə dik çinmə. Başını aşağı çin. Hə, onda abiyomlu olur, hə? Hə, yuma, qoyun, çox sağ olun, təşəkkür edirəm. Onda daha gözəl olur saç. Aynəmiş, bir dənə şey var. Səhər, axşam bir dənə ipək kimidir saçım. Səhər dururam ki, elə bir ki, saçım 20 il yanıqdır. Mən belə pis çıxmasın, 4 ildən çox qaynaqdayam, bacı. Vip saçdan tutmuş, uşaq saçına qədər yığdırmışam, lazer kəsmə qədər yığdırmışam. Heç vaxt hamamdan çıxıb saçıma fen vurmamışam. Həmişə də qaynaq ustasına gedəndə deyib ki, sənin qaynağımın vaxtı gələndə həvəslə gözləyirəm. Demişəm, niyə? Dedi, o qədər səliqəli saxlayırsan ki, sökmək belə asan olur. Başa düşürsən? Mümkün deyil o. Qızlar, ekran tıklayın da 1 milyon eləyək də. Heç olmasa 1 milyon 300 min eləyək də. Bir də mənə buradan takip atın. 1400 nəfər takip atın, kampaniya var. Hayca. Sonra başını sal aşağı belə qəşəng. Başını aşağı salandan sonra qəşəng yağı götür. Qaynaq döyür ki, saçın dibindən. Nə yağı? Nə yağı? Argan yağı, istənilən argan yağı. Bayaq yana gəlçə almışam, bir də palitin yağı var məndə saçıma. O qəşəngdir, o gözəldir, həqiqətən də qəşəngdir. Məndə keratin yağı, hər şey, keratinin hər şeyin spreyi var məndə. Limlikusdan istifadə edirəm. Keratinin balzamı da var, keratinin spreyi də var, argan da var, yergəndə palitin də argan yağı var, hər şey var məndə. Gündəlik tələbatdır da, qurban olum. Özünə sərmayə yatızdırırsan, özünə baxım eləyirsən. Baxırsan da özünə baxmalısan. İnsan özünə də baxmayandan sonra nə üçün yaşayır bayram? Vallahi, nə üçün işləyirik, nə üçün başlamıram. Dibinə vurma olmaz. Nəyə aşkım, nəyə vurma olmaz? Qızlar, bir dənə heç istəmirəm. Dəhşət dərəcədə saçım tökülür. Mən istəyirəm saçım abiyomlu olsun, eybi yoxdur. Ayı başına oxşasın, amma saçım abiyomlu olsun. Bir dənə şampun adı deyin. Mən deyim sənə şampun adı. Hə. Gözdə gətirir. Amma belə olsun, eybi yox, şir başına oxşasın, amma abiyomlu olsun. Çünki mənim saçım çox nazikdir. Gingren. Bu günləri gəlib mənə Türkiyə brendidir, Türkiyə məhsuludur. Azərbaycana yeni gəlib. Bildim, Karab, hə.
Hə. Deməli. Sarımsaq al aptekdə. Bir də argan yağı. İstifadə eləyəcəm. Bunun keyfiyyətini Yox, görsəm, Hə. Instagramdan alacağım. Bir də Aya Yuska var ya, Aya Yuska. Hə. Aygün Yusuf. Nə yalan deyim bacı, belə pis çıxmasın. Onların da şampunundan yumuşam, xeyrin görmüşəm. İndi taxıllığın adı nədir ki, eyni Neçədir o da şampun? O şampun maska onlarda yaxşıdır, qiyməti normaldır da. İndi baxırsan məsələn nə bilim hansından istəyirsən sən onu variant. Onlar şey paylaşır, bir də deyəsən saç üçün yağlar paylaşır, Mən bu qalınlaşdırmaq. qızdan almışam, keçən il almışam daha doğrusu. Gətirdi Yusuf, özü verdi mağazaya. Pul da almadı məndən. Nə qədər də təklif elədim, almadı. Allah var adamın başının üstündə. Çox da xeyrin gördüm. Nərmin, sən çox şey saçma qulluq eləyə bilmirsən də, vaxtın olmur. Amma heç olmasa mənim vaxtım olur da eləməyə. Sən elə yuyursan, çimirsən, sprey vurub yola verirsən. Mən elə bir şey istəyirəm ki, hər gün işdən gəlim, heç olmasa hər gün saçımı yuyuram, bir gündən bir yuyuram. Başıma nəsə vurum, saçımı qalınlaşdırsın. Elə bir yağ bilirsinizsə mənə deyin. Qızlar, adını burada yazın. Saçım hədsiz çox tökülür. Yəni hər gün əl atıram, nə qədər çox saçlarım çıxır. Dəhşət. Gün ərzində əlim, Nərmin, Allah zorlasın. Elə biləm hər hansı bir xəstəliyim var da, əl atıram saçıma, saçım lopan əlimə gəlir. Son 10 gündə belədir. Süt analiz ver. Bugün istirdim, hava çox pis oldu deyə xəstəxanaya gedəmədim. Mən sənə gözdə çıxım, Aygün Yusufun öz şəxsi nömrəsi var məndə, atarım sənə. Biberiyə vur. Biberiyə nədir? Aygı soğanlı su ilə yu. Mixəydəmlə yu. Mən onları deyə bilmirəm, eşək meyvə yorğun gəlirəm. Orqanist nədir, təzə şey çıxmışdı, belə göy ot. Onu eləmişəm, semixəy vurmuşam, hər şey vurmuşam, qızlar. Onun vaxt tələb edir, onu gəl oynayasan saçını, evdə oturan qadınları da. Ay qız, gör nələr deyirlər burada. Bir də mənə bir məhsul atıblar, gülü. Qız deyil, hamilə olmuşdum, saçım tökülmüşdü. Amma aptekdən alassan onu. Nədir? Bilmirəm, indi gözdə atacam sənə onu. Ayda, Instagramdan. Soğan dəmlə. Bax, gülü, kollagen iç. Gülü, kollagen iç. Kollageni içəndən sonra 3 litr ən azı kollagenin üstündən su iç. Görsən. Gün ərzində 3 litr. Hə, bax, mən sənə bir də dərman verərəm. Qoy bir də görüm, o qalır burada. Canlı yayın kısıtlandı. Ayranla yuyum. Canlı yayın kısıtlandı. Gülü, canlını bağlayıb ayrıdan açıram, gəl. Nərmin, istifadə eləmədikləri bir dənə yer varsa, yığ ora. Yoxdur gülü, Qurana olsun deyirəm. Yanın basmayı, yerdə olan sumkanı mən axırıca və sən nə vaxt götürmüsən? İçi yox, sən bilsən axı mən çanta xəstəsiyəm. Gülü, bilirəm. Qara sumka var, qara zibil kuloku. Bax, olsun, istəmirəm burada deyəm. Burada 1200 nəfər var, indi onun hamısı mənə sevmək məcburiyyətində deyil də. Yəni bunu qayda edirlər, aparırlar, atırlar ona bunu, o da gəlir düşür elə mənə. 2 kilok ağzına qədər göndərdim rayona. Bax, and olsun bizi yaradan. Sən məni necə tanıyırsan? Gördün bayaq dediyini maşına minəndə deyir, onu götür, bunu götür. Mən çox yapçıq. Mən bu günlər niyə belə olmuşam və həyatda niyə zərbələr almışam? Bu gün düşünmədən ağzımdan çıxan bir kəlmə hər dəfəsində bu gün mənim başıma danqıllanır. Çünki mən biz deyiləm, gicəm. Mən hər zaman insanlardan... Ey Allah. Az mamanın qadasını alım. Deyir sağsan, başına dönür. Qız yanında biz istəsək də pis ola bilmirik. Bəli. Hə, Quranan da olsun. Ona görə də başımıza nə gəlir? Bundan gəlir. Kimin başına? Yadınıza gəlsin. Başınıza pis nə gəlirsə bilin ki, öz saflığınızdan gəlir. Heç vaxt biz çox bilmiş insanların başına problem gəlmir. Qarşısındakı insanlara problem yaradır. Anası çox yaxşı qadındır. Nərmin də çox yaxşı insandır. Anası çox gözəl insandır. Nərmini tanımayana qədər. Mən də Nərmin haqqında bəlkə də elə düşünürdüm. Nərmini 3 ildir tanıyıram. Bəlkə də yeganə həyatımda insandır ki, heç kimə, onun ayağını heç kimə vermərəm. Heç kimə. Ən yaxın bildiyim insana da vermərəm. Ən yaxın bildiyim insana da vermərəm. Qaldı ki, sunkalara, mənim sunkalarım sənə qurbandı. Özün də bilsən ki, mən sunka xəstəsiyəm də. Mən hədiyyə alırsan, alırsan, al. Sən narahat olma, mən biləm səndən alacağım. Otur da oynayırdı. Valla mən Nərminə quru.